Bugünkü dərsimiz Cənubi Azərbaycandır. Birinci Cənubi Azərbaycan 19-cu əsr tərəfindən danışacağım. Sonra keçəcəm 20-ci əsr. 19-cu əsrdə Cənubi Azərbaycanda Qacarlar sülaləsi hakimiyyətdə idi. Biz bilirik ki, 1796-cı ildən Ağa Məhəmməd Şah Qacardan başlayaraq 1925-ci il Əhməd Şaha qədər hakimiyyətdə Qacarlar olmuşdu. Yəni Ağa Məhəmməd Şah Qacardan başlamış, Əhməd Şah Qəvvama qədər davam eləmişdi. Qacarlar mənşəyi təbii ki, türk idi. Amma bir türk olsalar belə türk sayağı siyasət yürütmürdülər. Çox qəddar idilər, zülmkar idilər. Biz bunun siyasi tərəfinə baxacağıq. Türk əsilli idi bu Qacarlar. Təbii ki, biz bilirik ki, Qacarlar Azərbaycanın cənubunda, burada yerləşən bir dövlətdir. İndiki İran dövlətindən gedir söhbət. Və Türkmənçay sülhü ilə Azərbaycan 1828-ci ildə iki yerə bölünəndə şimali qalmışdı Rusa, cənubi isə qalmışdı İranlara. Təbii ki, İranlar, yəni Qacarlar burada öz istəkləri kimi siyasət yürüdürdülər. Özlərinin paytaxtı Tehran idi, amma Cənubi Azərbaycanın mərkəzi isə Təbriz idi. Təbriz və bura birinci paytaxt deyirdilər, Təbriz isə ikinci paytaxt deyirdilər. Hətta hökmdar özü Tehranda otururdu, vəliəhdini isə Təbrizə göndərirdi və buranı adlandırırdılar Darülü Səltənə və ya Vəlihəd Nation. Yəni Vəlihədin evi və yaxud da ki, Darül Səltənə, dövlətin səltənəti adlandırırdılar. Və bunlar demək olar ki, Rusun tutduğu xanlıqlardan fərqli olaraq buradakı xanlıqların hamısı 1827-ci ilə qədər öz müstəqilliyini saxlayıblar. İndi deyəcəksiniz ki, nətər olur 1828 əvvəl 27-də. Axı bundan əvvəl 1813-cü ildə bir Gülüstan sülhü də var idi ki, Gülüstan sülhünə görə Azərbaycanın şəxsi Qacarlara, yuxarısı Rusa qalmışdı, Naxçıvan və İrəvan istisna. Sonra Türkmənçay sülhü ilə Naxçıvan və İrəvan da keçdi Rusa, bölgü tamamən başa çatdı. Hələ 1813-cü ildə Gülüstan sülhündən sonra bütün bu ərazilər öz müstəqilliyini qoruyub saxlamışdı. Təkcə belə deyək də Şimali Azərbaycanda idi ki, bu işğal olunandan sonra bütün xanlıqlar ləğv olunurdu. Eləcə də 1828-ci ildə, 27-ci ildə Rusiya Naxçıvan və İrəvanı da tutandan sonra Qacarlar tez bir şəkildə aşağı düşərək bütün cənub xanlıqlarının müstəqilliyini ləğv elədilər. Təkcə Urmiyana, Maku istisna. Makudan Urmiya qaldı. Bir burada Urmiya var idi, Urmiya ərazisi. Bir də Maku öz müstəqilliyini saxladı. Qalanların hamısı müstəqilliyini ləğv elədi. Çünki Rusun tərəfini keçəcəklərindən, Rusa xidmət edəcəklərindən ehtiyat elədikləri üçün. Kəndlilər Şimali Azərbaycandan fərqli olaraq hərbi xidmətə gedirdilər. Deməli, Şimalla birinci fərqi oldu ki, Şimal xanlıqları tutub, vaxt tapdıqca, şərait tapdıqca ləğv edirdi. Cənub isə xanlıqların müstəqilliyini saxlamışdı 1827-yə qədər. Şimalda kəndlər hərbi xidmətə getmirdi, güvənmirdilər. Rusiya bizə güvənmirdi deyənə 1887-ci ildə hərbi vergi tətbiq eləmişdi. Ancaq ali müsəlman silki gedirdi hərbi xidmətə ki, Moskvada hərbi təhsil alanlar. Cənubda isə fərqli olaraq kəndlər hərbi xidmətə gedirdilər. Varlılar nabarod hərbi xidmət. Bizə varlılar gedirdi, kasıblar getmirdi. Onlarda tərsinə idi. Kasıblar gedirdi, varlılar getmirdi və buna görə də vergi ödəyirdilər və hərbə getmirdilər. Sonra Fətəli Şahı qədər Cənubi Azərbaycanı ayrı-ayrı təbii ki, hakimlər idarə edib. Ağa Məhəmməd Şah Qacar, Ağa Məhəmməd Şah Qacardan sonra Fətəli Şah keçib sülalənin başına. Fətəli Şah da demək, Qacarları idarə eləyəndə Cənubi Azərbaycanın idarəsini ayrı-ayrı adamlara tapşırdı. Sonra da öz vəliəhdinə tapşırdı. Niyə ayrı-ayrı adamlara? Çünki Fətəli Şahın oğlu Abbas Mirzənin başı Gülüstan və Türkmənçay sülhü imzalanan döyüşlərdə qarışıq olduğu üçün buranı ayrı-ayrı hakimlər idarə eləyirdi. Amma Fətəli Şah sonradan buranın idarəsini elə öz oğluna tapşırmış oldu. Hətta belə deyək, Fətəli Şahdan başlayaraq buranı vəliəhdinə işinlər idarə eləməyə başladı. Çünki Ağa Məhəmməd Şah Qacar yazığı ilə təzə yaranmışdı ki, süqut elədi. Fətəli Şah da müəyyən müddətə qədər buranı ayrı-ayrı hakimlər idarə etdirib, daha sonra isə demək, öz vəliəhdinə tapşırmışdı. İran bilirik ki, 4 əyalətə bölünür. Ta Xosrovun dövründən 4 qüsura bölünürdü. Şimal, cənub, şərq, qərb. Azərbaycan onun şimal qüsuruna daxil idi. Eləcə də hələ də o mövqe qalmışdı.
bölgü qalmışdı. 4 vilayətə bölünürdü. 4 əyalətdən də ən böyüyü Azərbaycan hesab olunurdu. Vali var idi, vilayəti idarə edirdi, Şahın oğlu idi. Vəzir var idi, onun köməkçisi idi. Kələntər var idi, şəhəri idarə edirdi. Bu siyasi tərəfi idi. Keçirik iqtisadi tərəfə. Əsas məşğuliyyət təbii ki, əkinçilik, maldarlıq, ticarət və sənətkarlıq idi. Əsas ticarət edən ölkələr Rusiya və bu tərəfdə İngiltərə var. İngiltərə idi. Əsas xərac qoyan, pul qoyan bunlar idi. Xalça və keçə var idi ki, dünya bazarında heç bir rəqabətə rast gəlmirdi. Çünki yeganə İran idi ki, Azərbaycan xalçalarını dünya bazarına çıxarırdı. Rəqabət yox idi. Ticarət bütün şəhərlərdə, eləcə Urmiyanı Şahsı Marağa, yuxarısı Təbriz, Ərdəbil, Marağanın demək özü, Urmiyanın özü ticarət edən şəhərlər hesab olunurdu. Əhalisi çoxu kəndlərdə yaşayırdı. Yalnız 1/4 hissəsi şəhərlərdə yaşayırdı. 2 milyondan çox da əhalisi var idi. Kəndlər çox olduğu üçün, məsələn, Şimali Azərbaycanda kəndlər 2 yerə bölünürdü. Sahibkar kəndləri və dövlət kəndləri. Cənubi Azərbaycanda isə yardarlar və xırda maliklərə bölünürdü. Şimali Azərbaycanda sahibkar kəndləri 19-cu əsrin birinci yarısında vəziyyəti ağır idi. Dövlət kəndlərinin qismən yaxşı idi. Amma 19-cu əsrin ikinci yarısındakı sahibkar kəndlər torpağı satın ala bilirdi deyənə bunların vəziyyəti yaxşılaşdı, bunların vəziyyəti pisləşdi. Amma cənubda isə yardarlar torpaqsız kəndlər idi. Xırda maliklər, az torpağı olanlar idi. Ən çox da Urmiya vilayətində məskunlaşmışdılar. Bax, bu yardarlar dolana bilmirdilər deyənə çıxıb getmişdilər Volqa boyu, Mərkəzi Asiya ərazilərində gedib yaşayırdılar. Sonra torpaq formalarından da təbii ki, olduğu kimi qalırdı. Divan dövlət torpaqları idi, xalis hökmdarın torpağı idi. 1886-cı ildə hökmdar bu torpaqlardan belə əlverişli eləyə bilmədi deyənə hərraca çıxartdı, satışa çıxartdı. Tiyulla ilati var idi. Tiyul hərbi xidmət müqabilində hamıya verilirdi. İlati isə ancaq elatlara verilirdi, yəni köçəri maldarlara verilirdi. Deməli, divandır, xalisədir, mülkdür, tiyuldu. Onlar həm bizdə var, həm Cənubi Azərbaycanda. Amma ilati isə ancaq Cənubi Azərbaycanda köçəri maldarlara verilirdi. Sonra vergilərə gəlirik. Vergilərdən də qapı pulu var idi, hansı ki bizdə ona çöpbaşı deyirik də, 40-cı illərdədir bir dənə bu. Otlaq qapı pulu onlarda idi. Bizdə isə çöpbaşı idi 40-cı illərdə. Daha dəqiq isə 47-ci ildə. Bu otlağa görə verilən vergi idi. Sonra baş pulu var idi. Malların sayını, malların başına görə ödəyirdilər. Bir də torpaq pulu var idi ki, bizdə mal cəhətlə oxşadırıq bunu. Onda bir məhsul vergisi idi. Deməli, torpaq vergisi bizim mal cəhətlə, üşürlə eynidir. Qapı pulu bizim çöpbaşının eynidir. Baş pulu isə demək malların sayına görə maldarlardan alınırdı. Təbii ki, Qacarlar yaxşı bir dövlət idarə eləmirdilər. Cənubi Azərbaycan əhalisinə zülm eləyirdilər. Buna görə də 19-cu əsrdə üsyanlar olacaq. 1848-1852-ci illərdə Babilər hərəkatı, 1872-81-ci illərdə Təbrizi idarə edən hökmdarın oğluna qarşı vali üsyanı, 1891-1892-ci ildə İngilis kapitalisti Talbota qarşı idi. 1898-ci ildə isə qadınların üsyanı olan Zeynəb Paşanın qiyamı idi. Başlayaq buradan. 19-cu əsrin birinci yarısında başlayıb ikinci yarısında qutaran Babilər hərəkatı var idi. Silahsız üsyan idi. Rəhbəri Seyid Əli Məhəmməd idi. Özünü Mehdi Peyğəmbərin varisi hesab eləyirdi. Ən coşqun dövrü 1850-ci illərdə Zəncanda. Şimali Azərbaycanla Cənubi Azərbaycanın fərqi budur ki, Şimali Azərbaycanda birinci tutaq ki, Carda üsyan başlayır. Sonra Lənkəranda başlayır. Sonra Qubada başlayır. Sonra Şəkidə. Elə biri qutarır, o biri başlayır. Amma Cənubi Azərbaycanda birində başlayırsa hamısında başlayır. Zəncanda varsa Təbriz, Sərab, Ərdəbil, Urmiya hamı bu üsyanda iştirak edirdi. Bu üsyanın ən coşqun dövrü Zəncan üsyanıdır. Rəhbəri də kişilərlə yanaşı burada qadınlar da iştirak edib. Adı da Zərrintac idi. Tahirə idi, el arasında ona Zərrintac deyirdilər. İlk dəfə olaraq Cənubi Azərbaycanda kişi ilə qadın hüququnun bərabərliyi özünü göstərdi. Təbəqələrdəki bütün təbəqələr, yəni hərə öz şikayəti var idi. Yəni buradan demək mübarizə aparırdı. Feodaldan narazı olanlar, xarici kapitaldan narazı olanlar, şahdan narazı olanlar üsyan yatırılıb.
1872-81-ci ildə Təbriz valisi Sahib var idi, hökmdarın varisi idi Sahib. Ona qarşı üsyan baş verib, uğurla nəticələnib, valini və onun qoşununu şəhərdən qovublar, Təbriz şəhərindən. 1891-ci ildə İngilis kapitalisti olan Talbot gəldi İran şahı Nəsrəddin şahla, Qacarlardan Nəsrəddin şahla müqavilə bağladı ki, mən gələcəm, burada tütün əkəcəm. Əhalinin əkin üçün ayrılan torpaqlarında İngiltərə gəlib tütün əkirdi. Təbii ki, əhali də acından ölür sonra. Ona görə əhali buna etiraz eləsə də Nəsrəddin şah əməl eləmədi, yəni məhəl qoymadı. 1892-ci ildə əhali üsyan qaldıraraq Talbotu ölkədən qovdu. Buna ilk anti-imperialist üsyan deyirlər. İlk dəfə olaraq hökmdarın imzaladığı bir müqaviləni əhali cırda atdı. 1898-ci ildə isə möhtəkirliyə qarşı, möhtəkirlik nədir? Ucuz qiymətə alırdı, əhalidən məcbur, taxıl biçildi, məcbur edirdi əhalini çox ucuz qiymətə alırdı, taxılı yığırdı anbarlara. Sonra ehtiyac olanda çox baha qiymətə əhaliyə satırdı. Əhali də bunu ala bilmirdi, aclıq olurdu. Ona görə də Zeynəb Paşanın qiyamı baş verdi, yığdı arvadları, hücum elədi taxıl anbarlarına, taxıl anbarlarının ağzını açdılar, başladılar taxıl götürməyə. Sonra sahibkarlar yalvardılar ki, ən heç olmaz aldığınız qiymətə satdığınız qiymətə alın bunlar ki, bizə də ziyan dəyməsin. Deməli, Babillər hərəkatı və Zeynəb Paşanın hərəkatına oxşar cəhətdə qadınların iştirak eləməsidir. Burada ilk dəfə qadınla kişi, burada isə ancaq qadınlar idi. Azərbaycanda isə belə üsyan 1-ci Dünya müharibəsinin içində 1916-cı ildə Bakıda 14-16 fevral tarixində acılığa qarşı Azərbaycan qadınlarının Şimali Azərbaycana çıxışları olmuşdu. Keçirik 20-ci əsrə. 20-ci əsrdə biz danışacağıq 3 dənə hadisəni oxşadacağım sizin üçün. Demək, bunun biri məşrutə hərəkatıdır, biri xiyabani hərəkatıdır, biri də pişəvəri hərəkatıdır. 1905-1911 bu birincidir, məşrutə hərəkatı deyirik buna. 1917-1920 bu ikincidir. 1941-1946 isə bu üçüncüdür. Bunun rəhbəri Səttarxan idi. Bunun rəhbəri Xiyabani idi. Vaxtikən Səttarxanın belə deyək Xiyabani şagirdlərindən olub. Bunun rəhbəri isə Pişəvəri idi. Bunun ikisi Qacarlara qarşıdır. Zaten qeyd edim ki, 19-cu əsrdə olanlar hamısı Qacarlara qarşıdır. Bunda Qacarlara qarşıdır. Bu P hərfinə yadınızda saxlayın. Fars mənşəli Qacarlar gedəndən sonra Pəhləvi sülaləsi hakimiyyətə gələcək, Pəhləvilərə qarşıdır. Bu nə istəyir? Bunun adı məşrutə. Adından göründüyü kimi məşrutə konstitusiya deməkdir. Bunlar konstitusiya istəyir, parlament istəyir, xarici kapitalın ölkədən getməsini istəyir. Tələb edirlər ki, xarici kapital 3 dənə səbəbləri var. Konstitusiya, parlament, xarici kapital ölkədən getsin. 1905-in dekabrı başlayıb 11-in dekabrı uğursuzluqla nəticələnib hamısı. Demək, nə edəcəklər bunlar? Bəstə oturacaqlar. Bəstə oturmaq bizdə tətil kimi bir şeydir. İş yerini bağlayıb işə getmirlər. Harada otururlar? Müqəddəs yerlərdə, bir də xarici səfirliklərin qabağında. Niyə? Çünki o yerlərə atəş aça bilmirdilər deyənə. Bunlar da gedib orada otururdular, öz sözlərini deyirdilər. 1906-cı ildə Müzəffərəddin Şah bunlara çağırdı yanına, dedi ki, sizin üçün konstitusiya qəbul eləyirəm. Konstitusiya qəbul eləyirəm, hətta ölüm yatağında qəbul elədi bu konstitusiyanı. Konstitusiya məşrutə deməkdir. Bir dənə, bax bu 3 dənədən bir dənə buradadır konstitusiya və parlament. Bunların heç birində yoxdur. Konstitusiya qəbul eləyirəm sizin üçün. Parlamentdə çağırana qədər biraz səbr eləyin. Sizin üçün ilk əncümənlər, qanunverici orqandır bu da. İlk əncümənlər yaradıram. Yəni parlamenti yaratmazdan əvvəl belə bir qanunverici orqan yaratdı. İlk əncümənlər isə hamısında var. Əncümən qanunverici orqandır, amma ilki buradadır. Əncümənlər yaratdı. Lakin Müzəffərəddin Şah öldü, onun yerinə gələn oğlu Məhəmmədəli Şah gəldi konstitusiyanı cırda atdı. Dedi, əhali kimdir ki, sən onun istəyinə oturub durursan? Məhəmmədəli Şah gəldi 1907-ci ilin yanvarında, 6 dekabrında Müzəffərəddin Şah öldü. 7-nin yanvarında demək konstitusiyanı cırda atdı. Getdi Tehrana, paytaxt Tehrana. Tehranda da var idi üsyan, təkcə Cənubi Azərbaycanda yox, Tehranda da, İranda da. Tehrandakı üsyanı yatırtdı. Tehrandakı üsyanın yatırıldığını görən Təbriz cəmaatı 1908-ci ildə silah əl atdı və Təbrizdə silahlı üsyan başladı. İlk dəfə olaraq Təbrizdə, Cənubi Azərbaycanda silahlı üsyan başladı. Və qorxuya düşən Məhəmmədəli Şah gəldi, nəinki konstitusiyanı bərpa elədi, hətta ona əlavələr də elədi. Əlavə
əlavəsi ilə konstitusiyanı bərpa elədi. Durdu getdi İngiltərədən Rusiyanın yanına ki, siz də mənim ölkəmdə ticarət edən dövlətlərsiniz də. Əgər ki Cənubi Azərbaycan müstəqil olsa, qoymayacaq sizi gəlib burada ticarət eləyəsiniz. Ona görə də mənə kömək eləyin. Rusiyadan İngiltərə Qacarlara kömək elədilər, tələ qurdular. Neynədilər? Səttar xanı və onun köməkçisi var idi, Bağır xanım. Onu çağırdılar Tehrana danışıqlara. Ki, gəlginən danışıqlar aparaq, görək siz nə istəyirsiniz. 1909-cu ildə kömək istədi onlardan. 1910-cu ildə Tehrana getdi Səttar xanla Bağır xan. Ağır yaralandı, saldılar bir otağa, bağladılar ağızlarını. 1911-ci ildə isə üsyan yatırıldı. Deməli 5-11 məşrut hərəkətıdır bu. 5-ci ildə Səttar xanın rəhbərliyi ilə başlayıb, Bağır xanın köməkçisi idi. Biz buna məşrut hərəkatı deyirik. Məşrutə sözünün mənası konstitusiyadır. Yeganə inqilabdır ki, həm konstitusiya, həm parlament, həm xarici kapitala qarşı idi. 1906-cı ildə Müzəffərəddin Şah ölüm yatağındakən dekabr ayında konstitusiya qəbul edib bunlar üçün əncümənlər yaratdı. Parlamentdə yaradacaqdı. Vəfat elədi. 7-də hakimiyyətə gələn Məhəmməd Əli Şah atasının imzaladığı konstitusiyanı cırdatdı. Tehrandakı inqilabı boğdu. 1908-ci ildə Təbriz cəmaatı silaha əl atdı. Silahlı üsyandan qorxan Məhəmməd Əli Şah konstitusiyanı nə ki qəbul elədi, artıqlamasından qəbul elədi və 1909-cu ildə isə İngiltərə və Rusiyadan kömək istədi. 1910-cu ildə Səttar xan köməkçisi Bağır xanla çağırıldı Tehrana danışıqlara. Ağır yaralanaraq ev dustağına çevrildi. Üsyan başsız qaldı. 11-ci ildə üsyan yatırıldı. Konstitusiya və parlament ancaq buradadır. İlk əncümənlər buradadır. Bu birlərdə də əncümənlər var. Gəlirəm 1917-20-yə. Rəhbəri Xiyabanidir. İstəyir bu, istəyir bu. İkisi də milli hökumət yaradıblar. Milli hökumət yaradıblar. İkisi də milli hökumət yaratmamışdan əvvəl bir qanunverici orqan yaradıblar. Onun adı Azərbaycan Demokratik Firqə də deyirik ona, partiya da deyirik. İkisində də Azərbaycan Demokratik Firqə və ya partiya. Yəni hökuməti yaratmamışdan əvvəl tutaq ki, biz son zəngə hazırlaşıq. Son zəngə hazırlaşmamışdan əvvəl birinci yığılıb söhbət eləyirik, sonra son zəngi tədbirini qururuq da. Bu da birinci ADF yaradılır, məsləhətləşmə orqanı. Sonra milli demək hökumət qurulur. ADF-nin yaranması burada 1917-ci ildə olacaq. Hökumətin qurulması isə 1920-də. ADF-nin yaranması 1-ci Dünya müharibəsinə düşür, amma hökumətin qurulması 1-ci Dünyaya düşmür. İyunda yaranıb, sentyabrda isə ləğv olunmuşdu. Deməli 1917-ci ildə Xiyabani özü də hər ikisi bunlar ancaq muxtariyyət istəyiblər. Cənubi Azərbaycanda müstəqillik teması yoxdur. İran Respublika olsun, bizə muxtariyyət versin. Milli Demokratik Hərəkat başladı 1917-ci ildə sakit formada. Bəs buna təkan verən Cənubi Azərbaycandakı fəhlələrə olan güzəştləri idi. Buna təkan verən isə Rusiyada olan fevral inqilabı idi. 1917-ci ildə Rusiyada fevral inqilabı olmuşdu. Nikolay gedib Lenin gəlmişdi. Bunlarda bir elə bir ki, özgüvənlik yaratmışdı ki, niyə bizdə yox, qoy bizdə də olsun. Ona görə də üsyan qaldırıb Qacarlardan özləri üçün muxtariyyət istəyirdilər. Rusiyadakı fevral inqilabının təsir göstərdi. Bu da xarici kapitala qarşı idi. Eləcə də Şaha qarşı idi, Qacarlara qarşı idi. İlk əvvəl Qacarların əleyhinə işləyən İran Demokratik Partiyası, hansı ki İran içində idi, amma Qacarların əleyhinə idi. Bunlara dəstək verdi. Təcəddüd qəzeti vasitəsilə də öz fikirlərini yayırdılar. Hətta bunların dövründə demək Təbrizi idarə edən valinin adı Rəşid idi. Rəşidi belə Təbrizdən qovdular. Və 1917-ci ilin avqustunda Azərbaycan Demokratik Firqəsinin partiyasını yaratdılar ki, İran Demokratik Partiyasından kömək almasınlar. Rəhbər də Xiyabani idi. Xiyabaninin bir çox islahatları var idi. Həmin islahatlar o idi ki, məhəllələrdə komissiya yaradıb cəmaata kömək edirdilər, yoxsullara kömək edirdilər, yardım komissiyalar yaratmışdılar. 1914-15 burada Osmanlı qoşunu oturmuşdu. Elə bir ki, 1-ci Dünya müharibəsində biz bildik axı ki, Osmanlı qoşunu Rusa qarşı Cənubi Azərbaycana vuruşub. Sarıqamışdan sonra buradan çıxıb getmişdi. Osmanlı, Rus yerləşmişdi burada. İndi Xiyabaninin dövründə 1917-ci ildə Rusiyada fevral inqilabı olduğu üçün Ruslar çıxdı getdi buradan, buraya ingilislər gəldi. Ruslar çıxıb gedəndən sonra ingilislər gəldi və ingilislər burada olduğu müddətdə 1918-ci ilin
18-ci ilin 21 martında soyqırım törətdilər. İngilislər ermənilərlə dəstək olaraq Aysor deyirlər. Bu Aysorlar da indiki Suriya nəslindən olanlardır. İngilisin dəstəyini Aysor və ermənilər 21 martda, 31 martda bizdə də 21 martda Cənubi Azərbaycanda soyqırım törətdilər və bu soyqırıma etiraz olaraq Osmanlı gəldi ki, Xiyabaniyə kömək eləsin. Mart ayında, 1918-ci ilin mart ayında gəldi ki, Xiyabaniyə kömək eləsin, zaten kömək elədi. Lakin Osmanlının 1-ci dünyada məğlub olması yenidən onun həm Şimali Azərbaycanı, həm Cənubi Azərbaycanı 1918 noyabrında müharibədən çıxıb, noyabrında Azərbaycanı tərk edib. Deməli, Osmanlı Cənubi Azərbaycanı Sarıqamışdan sonra tərk eləmişdi, gəlmişdi Rusiya bura. Rusiyada 1918-ci ilin yanvar ayında Lenin hakimiyyəti qurulandan sonra Cənubi Azərbaycanı tərk elədi, gəldi burada ingilislər yerləşdi. Sonra ingilislərin dəstəyi ilə burada ermənilərin və Aysorların, yəni indiki Suriya nəslindən olan Kürdlərin soyqırımı törədildi. Osmanlı gəlib Xiyabaniyə kömək edib bu soyqırımın qarşısını aldı. Amma 1-ci Dünya müharibəsində məğlub olan Osmanlı həm Şimali Azərbaycandan, həm Cənubi Azərbaycandan çıxıb getdi. Və 1919-cu ilin avqustundan İngiltərə İrana tam şəkildə yiyələnmiş oldu. İngilisin tam İranda hakimiyyəti ələ almasından Xiyabani narahat oldu. 1920-ci ilin aprel ayında Xiyabaninin adamlarından ADF-dən 5 nəfər müəmmalı şəkildə həbs olundu. Və Xiyabani başa düşdü ki, artıq tələ qurulub, terrorist dövlətlər tələ qurub ona qarşı. Ona görə də üsyan qaldırdı və iyun ayında 1920-ci ildə Təbrizdə üsyan oldu. Deməli, burada 1908-də üsyan. Burada isə 1920-ci ildə Təbrizdə üsyan oldu və iyun ayında özləri üçün hökumət yaratdılar. Amma bu hökumət bir neçə ay yaşadı, sentyabrında ləğv olundu. İkinci Dünya müharibəsinin içində isə 1941-46-cı ildə Pişəvərinin rəhbərliyi ilə üsyan baş vermişdi. Seyid Cəfər Pişəvəri 3 mərhələyə bölünür. 1941-45, 45-in yanvarından 45-in yayına qədər, sonra 45-46-cı illər. Deməli, 1941-45 birinci mərhələni əhatə eləyir. Uzun müddət çəkib, çünki əhəmiyyət verən yox idi bunlara. Rüşvətxorluğa qarşı idi, möhtəkirliyə, acılığa qarşı idi, bahalığa qarşı idi. Vətən Yolunda qəzetində bu təcəddüd idi. Bu hələ ilk əvvəl Vətən Yolu, sonra Azərbaycan. Vətən Yolu qəzetində fikirlərini dərc etdirmişdilər. Azərbaycan dilində öz fikirlərini dərc etdirdilər. Ona görə elə də İran bunlara əhəmiyyət vermirdi. İkinci mərhələ isə 45-45, yəni əvvəlindən axırına qədərki bir dövrə əhatə eləyir. ADF yarandı burada 1945-ci ildə ADF yarandı və Azərbaycan Demokratik Firqəsi. Məqsəd burada artıq fikirlərini qabaqlarına qoydular ki, biz muxtar olmalıyıq, öz fikirlərimizi artıq ikinci mərhələdə Azərbaycan qəzetində nəşr etdiririk və müvəqqəti bir komitə yarada, o komitədə də müəssisələr məclisinə çağıraq, müəssisələr məclisindən sonra da milli hökuməti yaradaq. Deməli, birinci oldu 1941-dən 1945-ə qədər. Sadəcə elə belə əhali öz istəklərini həyata keçirirdi. İkinci olacaq 45-dən elə 1945-ə qədər. Niyə? Çünki artıq əhali başa düşürdü ki, terrorist dövlətlər 2-ci Dünya müharibəsində burada yiyələnmək istəyirlər. Ona görə də bunlar birinci müvəqqəti komitə yaratdılar. Müvəqqəti komitədə qərarı aldılar ki, daha böyük bir orqan, müəssisələr məclisi çağırılsın. Müəssisələr məclisində qərarı aldılar ki, milli hökumət yaradılsın və fikirlərini Azərbaycan qəzetində. Birinci mərhələ Vətən Yolu, ikinci mərhələ isə Azərbaycan qəzetində öz fikirlərini nəşr etdirirdi. Nəhayət ki, 1945-ci ildə dekabr ayında milli hökumət yarandı, amma bu bir il mövcud oldu. 1946-cı ilin dekabrına qədər. Bu bir neçə ay yaşayıb, amma bu bir il mövcud olmuşdu və buna 21 Azər hərəkatı deyirlər. Bax, bu hökumətə, buna. Bunların heç biri bura aid deyil. Bax, bu hökumət ki yaranır, 45 dekabrına 46 dekabrı. 21 Azər hərəkatı deyirlər. Azər orada ayın adıdır. 21 Azər hərəkatı baş verdi və Pişəvəri islahat keçirdi. Pişəvərinin islahatı, Xiyabani islahatlar keçirmişdi. Xiyabani islahatlarına görə qız məktəbi yaratmışdı. Sonra zavodlar tikdirmişdi. Ondan sonra polis, jandarm sistemi yaratmışdı. Qeyd edim ki, Xiyabani şəhid olub, müharibədə şəhid olub. Bunu evdustaq eləyiblər, bunu şəhid eləyiblər, bunu müəmmalı şəkildə Moskvaya çağırıblar, öldürüblər. Və yarandı hökumət. Pişəvərinin tədbirlərinin baş hərflərini yığsa, adət alınır. Adət, aqrar, kəndlərə, yəni pulsuz torpaq paylandı, dövlətin və mülkədarların torpağını qoyub gedən mülkədarların torpağı, dil haqqında qanun, əmək qanunu, demək,
şəhərdə yaşayanlarla əmək müqavilələri imzalandı. Tığdakı Təbriz Dövlət Universiteti, ADƏT, Təbriz Dövlət Universiteti. Bu qızlar üçün məktəb tikdirib, bu Təbriz Dövlət Universitetini tikdirmiş olub. Hətta 1945-ci ildə BMT-nin BMT açılanda ilk müzakirə olunan məsələ Pişəvərinin qurduğu hökumət olmuşdu. Sonra bunların hamısı xaricin kapitalın ölkədən getməsini istəyiblər. İkisi muxtariyyət istəyiblər, ADF-yi yaradıblar. Bax, bunda ADF 1917-dədir, bunda 1945-dədir. Bunda milli hökumət 1920-nin iyununda yaranıb, sentyabrında gedib. Bunda milli hökumət 45-ci ilin dekabrında yaranıb, 46-cı ilin dekabrında getmişdi. Bu, yəni söhbət Səttarxan ev dustağı olaraq ölüb. Bu şəhid olub, ölüb. Bu isə Moskvaya çağırıldı, xarici dövlətlərin təzyiqi ilə Moskvaya, danışıqlara yolda mənalı şəkildə öldürüldü. Hamısının yatırılmasında da Rusiya və İngiltərənin rolu böyükdür.